Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün tez başa gələn, olduqca ləzzətli pendirli göbələk hazırlayacağım. İnanın xanımlar, o qədər ləzzətlidir ki, süfrəyə qoyulduğu an bitəcək. Başlayaq hazırlamağa. Əvvəlcə göbələkləri yaxşıca yuyuram. Daha sonra isə üzərinin qabığını soyuram. Əziz xanımlar, göbələklər çox su çəkməsin deyə qabığını soyduqdan sonra yumağa ehtiyac yoxdur. Ona görə də əvvəlcədən yaxşıca yuyulur. Qabığını soyduğum göbələkləri ayrıca bir qabın içərisinə yığıram. Daha sonra göbələklərin üzərinə duz və istiot tökürəm. Sobanı əvvəlcədən 250 dərəcədə qızdırıram. Sonda göbələklərin içərisinə çörəyağı qoyuram. Qabı sobanın içərisinə yerləşdirirəm. Göbələklər artıq bişib. Bişdikdən sonra kənarda Holland pendirini rəndədən keçirirəm və göbələklərin içərisinə qoyuram. Göbələkləri yenidən sobanın içərisinə qoyuram və üzərinin pendiri əriyənə qədər saxlayıram. Budur, artıq mənim göbələklərim hazırdır. Daha sonra isə boşqaba töküb süfrəyə təqdim edirəm. Əziz xanımlar, olduqca dadlı, ləzzətli göbələklər alındı. Hazırlayacaq olan hər kəsə nuş olsun. Əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.